Dünyanın ən super yaxa mikrofonunu axtarırsınızsa buradadır. İstər çəkiliş, istər səs olsun, daima DJI məhsullarından istifadə edirəm və Uğur Tech-ə gəlmişəm. Abda qiymətlər çox uyğundur. DJI-nin yeni mikrofonunu almağa. Qutusundan çıxdı 2 fərqli rəngli külək qoruyucusu, USB şnur kamera bağlantısı filan və öz şarj qabında 2 ədəd mikrofon və səs qəbul edicisi. Yeni mikrofon əvvələ cübbulu bir şeydir. İstəyirsənsə əvvələ şpilkası vasitəsilə paltarazada keçirə bilərsən və ya üzərindəki güclü maqniti ilə mikrofonu ya paltarın üzərindən vura bilər və ya əksinə mikrofonu paltarın altından maqnitin üzərindən vura bilərsiniz. Özdə maqniti super da, düşən zat deyil. Səs keyfiyyətinə baxaq. Test 1 2 3 4, test 1 2 3 4. Biri var idi, biri yox idi. Bir Natik mənim var idi. Külək qoruyucusuz test eləyək. Küləkli günlər üçün külək qoruyucusunu taxırıq. Qayşaq. Hal-hazırda mikrofonu test eləyəcək ki, biraz uzaqlaşım, görüm hara qədər səs itmir. Çox vaxt bəzi mikrofonlarda belə uzaqlaşanda problem olmur. Amma arxavı çevirib gedəndə siqnal itir. Biz indi onu yoxlayacaq, görək nə qədər məsafə gedəcək. Görək hara qədər gedir, hələkilik. 1 2 3 4 5. Var səs? Var. Biraz da gəlirəm. Harun bizləri tərk elədi. Nəsə gələm da bir adam bu qədər necə uzaqlaşdı? 400 metrə qədər kəsintisiz əlaqə. Öz qabında mikrofonlar 0-dan 100-ə tam 3 dəfə şarj ola bilir. Sonra isə öz qabını şarj etmək lazımdır. Bir tam şarjla mikrofon 12 saat işləyir. Mikrofonun səs qəbul edicisini telefona taxırıq və xüsusi proqramı vasitəsilə mikrofonları ayarlaya bilirik. Misal üçün səs kanallarını filan dəyiş. O bəzən mikrofonlarda səs partlamaları olur. Ən zəhləm getdiyim şey. Məsələn, ay dağlarda gəzən oğlun, ay dağlarda gəzən oğlun. Ha bu funksiyanı aktiv eləyəndə mikrofonu avtomatik düzəldir. Baxın. Ay dağlarda gəzən oğlun, ay dağlarda gəzən oğlun. Qəbul edicidə mikrofonun səs səviyyəsini düzəltmək olur. Mikrofonda səs-küy azaltmaq funksiyası da var. Hal-hazırda arxada fen qoşmuşam, səs eşidirsiniz. İndi gürültü boğucunu yandırıram. Necədir səs? 1 2 3 4 5. Yəqin ki, eşitdiniz kifayət qədər azaldı. Səsi paltarın qutqanın altından yoxlayaq. 1 2 3 4 5 test. 1 2 3 4 5. Motosiklet kaskının içində yoxlayaq. Səsimiz belədir. Yəni kaskla da rahat bir şəkildə istifadə etmək olar. Səs qəbul edici ilə mikrofonu kompüterdə də işlətmək olur. Gördüyünüz kimi kompüterdə də rahat işləyir. Mikrofonlar DJI-nin öz kameralarına heç bir əlavə səs qəbul edici olmadan avtomatik qoşulur. Azərbaycanda ən ucuz qiymətə bütün növ mikrofonları, kameraları Uğur Tech-dən əldə edə bilərsiniz. Həqiqətən ən ucuz qiymətlər Uğur Tech-dədir.